Rəhimli və mərhəmətli Allahın adıyla. Psixologiya dərsinə giriş adlanır bizim bu hal-hazırdakı dərsimiz. Psixologiya dərsinə girişdə ilk növbədə psixologiya terminini araşdırırıq. Psixologiya termini iki Yunan sözündən götürülüb. Psixo, ruh, ruhi aləm, logos, bilik, elm, öyrənmək sözlərindən. Yəni, ruhi aləm haqqında elm deməkdir. Psixa haqqında elm. Psixologiyanın predmetini başa düşmək üçün əvvəlcə psixa anlayışı ilə tanış olmaq lazımdır. Psixa nədir? Psixa obyektiv aləmin subyektiv inikasıdır. Yəni, gerçəkliyin insan beynini əksidir. Psixikanı və psixi hadisələri şərti olaraq üç qrupa bölürlər. Psixi proseslər, psixi hallar, psixi xassələr. Psixi proseslər nədir? Psixi faktın dinamikasını ifadə etməkdir. Yəni, psixi proseslərə idrak prosesləri, duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül kimi idrak prosesləri daxildir. Emosional proseslər daxildir. Sevinç kimi, kədər kimi, qəm kimi, nifrət kimi, məhəbbət kimi və həmçinin iradi proseslər daxildir. Çətinliklərin aradan qaldırılması kimi, motivlər mübarizəsi kimi, davranışın tənzimlənməsi kimi, qərar qəbul edilməsi kimi bunlara aiddir. Yəni, psixi proseslər nədir? Psixi faktın dinamikasını ifadə eləməkdir, bəyan eləməkdir, inikas eləməkdir. Psixi proseslərə nə aiddir? İdrak prosesləri, emosional proseslər, iradi proseslər aiddir. Bu bir. İki, psixi hallar. Psixi hallar, psixi faktın nisbi davamlılığını ifadə edir. Ay müəllim, bu nə deməkdir? Yəni, psixi hallar insanın psixi vəziyyəti ilə əlaqədardır, bağlıdır. Psixi hallar nədir? Şənsən, şən əhval-ruhiyyədəsən ya yox. Dalğınsan ya yox. Ehtiraslısan ya yox. Streslisən ya yox. İnamsızsan ya yox. Şübhəlisən ya yox. Bunlardır psixi hallar. Psixi xassələr nədir? Psixi faktın sabitliyini ifadə edir. Temperament, çox danışacağıq bu haqda. Temperament, xarakter, qabiliyyətlər əsas psixi xassələrdir. Yəni, insanın əqli keyfiyyətini, emosional xassələrini də gəlirlər bəzən psixi xassələrə aid edirlər. Bu nəydə öz əksini tapır? Fəaliyyətdə, ünsiyyətdə öz əksini tapır. Yəni, psixi proseslər, psixi hallar, psixi xassələr hamısı birlikdə psixa adlanır, yaxud psixi hadisələr adlanır. Psixika insan fəaliyyəti, ünsiyyəti ilə sıx bağlı olan məsələdir. Psixoloqların tədqiqatları əsaslı surətdə bizə bunu nişanə verir ki, bunu göstərir ki, psixika fəaliyyəti, yəni oyun, təlim, əmək və s. və ünsiyyətdə proses birlikdə formalaşır. Deməli, psixologiya elmi həm fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir.
Beləliklə, psixologiya psixikanın faktlarını, qanuna uyğunluqlarını və mexanizmlərini öyrənir. Çox üzr istəyirəm, mən bir dəqiqəlik izafsız saxlayım. Bəli. Deməli, bizim belə bir nəticəyə gəldik ki, nəyi öyrənirik deyirdik. Psixologiya psixikanın faktını, qanuna uyğunluğunu və mexanizmini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktlarını, qanuna uyğunluqlarını və mexanizmlərini haqqında olan elmdir. Bu da hansı suala cavab verir? Bu elm nə haqdadır sualdır. Psixologiya elmi müxtəlif mərhələləri keçib. Elmə qədərki mərhələ 1. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki 6-cı, 7-ci əsrə qədərki dövrə qədər olan dövrə əhatə edir. Ruh haqqında çox saylı təsəvvürlər olub, miflər olub, əfsanələr olub, nağıllar olub, ilkin dini inanlar olub. 2. İlkin elmi təsəvvürlər mərhələsi bu dövrdə 7-ci, 6-cı əsrlərdən başlayır ta 18-ci əsrin sonuna qədər olan dövrdür. Fəlsəfənin tərkibində olaraq psixologiya elmi inkişaf edirdi. 3. Psixologiya elminin 3-cü mərhələsi Almaniyada Wundtun ilk eksperimental, yəni təcrübi psixologiya laboratoriyasının yaradması ilə başlayır. Oradan başlayır. Yəni təcrübə psixologiyası. Təcrübə olanı axı elm kimi qəbul edirdilər Avropada. Ona görə də döndü oldu psixologiya elm. Onlar tərəfindən elm olaraq qəbul edildi. 4-cü mərhələsi də 20-ci əsrin ikinci yarısında yeni psixologiya məktəblərinin, istiqamətlərinin yaranması ilə humanist psixologiya, genetik psixologiya, kognitiv psixologiyanın meydana gəlməsi ilə ortaya çıxdı. Yəni 20-ci əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu da bir məsələdir. İndi mən suallarınız varsa onu alacağım. Ona görə zəfsiz. Psixologiyanın elmi o qədər inkişaf edib ki, onun özünün də bir sıra sahələri meydana gəlir. Müasir psixologiyanın sahələri aşağıdakı 3 cəhətə görə təsnif olunur. 1. Kognitiv fəaliyyət sahəsinə görə pedaqoji psixologiya, tibbi psixologiya, hüquq psixologiyası, kosmik psixologiya, təyyarəçilik psixologiyası, mühəndislik psixologiyası, idman psixologiyası, incəsənət psixologiyası, əmək psixologiyası, bədii yaradıcılığın psixologiyası, elmi yaradıcılığın psixologiyası, estetik qavrayışın psixologiyası, ticarət psixologiyası, kommunal psixologiya, paraps psixologiya, fotops psixologiya, psixoinformakologiya psixologiyası, psixoterapiya. Bu bir. İkinci, inkişafın psixoloji obyektlərinə görə yaş psixologiyası, diferensial psixologiya, cinsi fərqlərin psixologiyası, anormal inkişafın psixologiyası, psixodiagnostika, müqayisəli psixologiya. Üçüncü bölümə görə şəxsiyyətlərin cəmiyyətə münasibətinə görə yaranan psixoloji sahələr. Sosial psixologiya, siyasi psixologiya, təbliğatın psixologiyası, idarə etmənin psixologiyası, iqtisadi psixologiya, etnopsixologiya və psixologiyanın bunlar bölümləri idi. Əsas prinsipləri nədir? Determinizm prinsipi, sistemlilik prinsipi, fəaliyyət prinsipi, şuur və fəaliyyətin vəhdəti prinsipi, psixikanın fəaliyyətdə inkişafı prinsipi. Bu da psixologiyanın prinsipləridir.
Psixologiyanın tədqiqat metodları nədir? Birinci müşahidə metodikasıdır. Nə ilə işləyir psixologiya? İki növə ayrılır. Özünü müşahidə, bir də obyektiv müşahidə. Müşahidə nədir? Müşahidə psixoloji faktları öyrənmək üçündür, təsbit etmək üçündür. Bu çox əhəmiyyətlidir. Müşahidə vasitəsilə biz istəyir bir şəxsin, istəyirsə də müəyyən bir qrupun psixoloji fəaliyyəti haqqında, vəziyyəti haqqında qiymətli məlumatlar əldə edirik ki, sonradan bizə kömək olur o şəxsə kömək etməyimiz üçün, yaxud təhlilimiz üçün. Müşahidə müddəti uzun müddətli ola bilər, qısa müddətli ola bilər, yaxud dövrü şəkildə həyata keçirilə bilər. Uzun müddətli müşahidə müəyyən dövr ərzində olur. Dövrü müşahidə isə müəyyən zaman ərzində olur. Müşahidə metodu düzdür, tədqiqat üçün əlverişlidir. Özü çox əlverişlidir. Amma bir sıra nöqsanları da var. Bəzi psixi hadisələr sürətlə inkişaf edir. Sürətlə cəryan edir. Onları müşahidə edib qeyd aparmaq çətin olur. Yəni, yenidən təzahür eləməsə, sən onu müşahidə eləmədiyin üçün yenidən olmasa, bir nəticə əldə edə bilməyəcəksən. İkinci forma psixologiyada eksperiment metodudur. Müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etmək olur. Eksperiment, yəni təcrübə. Bu daha çox qüsurları aradan aparmaq üçün istifadə olunur. Bu da bir məsələ. Laboratoriya sahəsində ola bilər eksperimentlər, təbii formada ola bilər eksperimentlər. Müsahibə metodu ilə psixoloji metodlar var. Yəni, uşaqların əqidəsi, marağın, hafizə xüsusiyyətləri və insanların fikirlərini ortaya, yəni sorğu-sual səmimi şəkildə aparılır, təbii şəkildə aparılır. Onları əldə eləmək üçün, yaxud uşaq haqqında düzgün mühakimə eləmək üçün, yaxud qarşı tərəfin psixologiyasını bilmək üçün bu da bir metoddur. Test metodu var. Biz də istifadə edirik bu metodlardan. Test metodu var, müəyyən bir sahəyə aid ya bir şəxsiyyətin çek olunması üçün olunan. Sosiometrik metodu var, yəni kollektivdə insanlar arasında qarşılıqlı münasibəti öyrənmək məqsədi ilə. Kollektivdə şəxsiyyətlər arası münasibəti öyrənmək məqsədi ilə. Anket metodu var, metod yazılı formada aparılır, daha çox insanların arasında aparılır. Tərcüməyə hal metodu var, yəni keçirdiyi həyat yolunu öyrənərək. Biz ailə məsələlərində daha çox belə şeylərdən istifadə edirik. Genoqram kimi məsələlərdə. Fəaliyyət məhsullarının təhlili metodu var. Bu, hadisələrin inkişaf psixologiyasına, inkişaf xüsusiyyətlərinin öyrənilməsi ilə əldə olunur. Bu da bir məsələdir ki, psixologiyada bunlar var. Yaxşı. Biz keçək bir sıra məsələlər. Mən bu formada olsa, qorxuram ki, yorucu ola sizə. Ona görə bir dənə də balından, şəkərindən keçirəm formalardan deyirəm ki, görün hansı uyğun olacaq sizə. Ruh sağlığı. Bu klassik formadır. Bu formada geçsə, elə axıracanda o formada gedəcək. Bir də var, indi təşrif elədiyim forma ki, onu da gələk müəllimlə danışaq, sizlə də səs vermək keçirdək sonra. İndi də ona deyirəm. Baxın, görün hansıdır. Ruh sağlığı, bir insanın psixoloji sağlamlığı. Bu, uşaqlıqdan diqqət eləyəcəyimiz məsələlərdir. Baxın, bir insanın ruhunun sağlam olması, sevinç dolu, huzurlu bir həyatının olması deməkdir. Huzurlu həyatının olması deməkdir. Ruh sağlığı necə görünür ki, bu insanın ruhu sağlamdır ya yox? Bir insan özü ilə uyğunlaşır, özü ilə yola gedə bilir. İnsanlarla, ətrafındakı insanlarla yola gedə bilir, münasibətləri doğrudur.
İnsanlarla işləyə bilir, bir yerdə fəaliyyət göstərə bilir, sevgi və sayğı ilə əlaqə qura bilir. Bir insanın özünə güvəni var ruh sağlığında. Bir insan özü üçün bir çevrə yarada bilir. Ailə yaxud ətrafındakı insanlarla, yaxud işdə, yaxud yaşadığı məntəqədə ki, bu əminamanlı bir yerdir. Əminamanlıdır. Bir insan necə deyim, çətin məqamlarda, qarşılaşdığı çətin məqamlarda mübarizə aparmaq və həll eləmək qabiliyyətinə malik olur. Öz başına qərarlar ala bilir, öz düşüncələri ilə qərarlar ala bilir və aldığı qərarların məsuliyyətini daşıya bilir və nəticələrinə də dözə bilir. Mən bir qərarı ala bilirəm, qərarın məsuliyyətini daşıyıram və nəticəsinə də dözə bilirəm. Bir insan cəmiyyətlə tərs getmir. Necə yəni tərs getmir? İndi hamı pislik eləyəcək, biz də pislik eləyəcək? Yox. Özü düzgün bildiyi kimi yaşayır. Amma kəllə-kəlliyə qoymayıb, işi gücü cəmiyyət deyil. İşi gücü cəmiyyətin necə deyim, etiqadlarının onun üzərində olan təsirinin yükü altında əzilmək deyil. Yəni, özü üçün bir məsləyi işi var həm də bundan əlavə. Bunun kənarında özünü inkişaf üçün istər idman, istər sənət və s. kimi məsələlərlə də məşğuldur. Bax bu. İnsanın ruh sağlığı 0-6 yaşında başlayır onun şəxsiyyətini inkişaf elətdirməyə. İlk addımlardır, ibtidai quruluşdur bədənində, ruhunda. Yəni, burada insan 0-6 yaşında bilir ki, mən bir şəxsiyyətəm, mən bir fərdəm. İlk izləmlər olaraq yaşadıqları ona bu təcrübələri qazandırır. Ailəsinin yaxud tərbiyə və təhsilinin çərçivəsində. İlk olaraq ailəsi ilə anasından başlayır insanın bağlılıqları və şəxsiyyətinin formalaşması. Ailəsi ilə sağlam əlaqələri yaranır ya yox. 0-6 yaşında. Nə olursa burada olur. Sonraki şəxsiyyətinin ən önəmli təzminatıdır bu. Ata-ana ilk olaraq təsir qoyur. Sonra baba, nənə, dayı, məktəb, müəllimlər. Buradan bilinir ki, bir insanın şəxsiyyəti necə formalaşır və sağlam ruhun bünövrəsi qoyulur. Və sürətlə inkişaf elədiyi üçün bu dövrdə 0-6 yaşında çox kritikdir, çox önəmlidir burada insanın normallığı. Ona görə deyirlər, uşağı buraxma 0-6 yaşında ki, necə deyim, o qayğıdan məhrum olsun, sevgidən məhrum olsun. Bir gözəl bir söz var, nə qədər yaşadığımız deyil, necə yaşadığımız önəmlidir. Bu uşağın da burada 0-6 yaşında sənin ona verdiyin sevgini yaşaması önəmlidir, dəyəri yaşaması önəmlidir. Yaxşı, ruh sağlığı ilə əlaqədar təməl qavramlar nədir? Kök qavramlar nədir, bünövrələr nədir? Birinci şəxsiyyətdir. Şəxsiyyəti təşkil edən məsələlər haqqında istəyirəm danışaq. Lap birincisi haqqında istəyirəm, şəxsiyyəti təşkil edən birinci məsələ haqqında danışaq. Müxtəlif bu haqda sözlər var.
müxtəlif fikirlər var. Ona keçməmişdən qabaq, bilirsiniz, bəzi anlayışları gərək bilməliyik ki, insan sağlam psixologiyasında, sağlam ruhunda hansı qavramlar, anlayışlar var və biz bunların hansılarını diqqət yetirməliyik. Yəni, təməl anlayış olaraq şəxsiyyət dayanır. Bizi digər insanlardan ayıran duyğular və düşüncələrdir. Şəxsiyyət. Dəyər mühakimələridir, münasibətlərdir, davranışlardır. Şəxsiyyətlə mizac, vərdiş, xarakter, temperament kimi bir çox terminlər bir-birinin əvəzinə izah olunur. Amma biz burada bu qarışıqlığı aradan götürməyə çalışacağıq. Temperament, mizac biyolojidir, xarakterlər sosial və mədənidir. Amma şəxsiyyətin əsas funksiyaları dərk eləməkdir, dərkdir, idraçdır, hiss eləməkdir, duyğulardır, düşünməkdir. Bunlar insanla özləşdiyi zaman, ruhuna hopduğu zaman məqsədyönlü davranışlara çevrilir. Bir sözlə desək, şəxsiyyət mizacın da, xarakterin də dinamik qarşılıqlı təsirlərinin nəticəsidir. Biraz bu, deyirsiniz, müəllim, Tarix Nadir kitabın yarıyacan oxumuşam, bunlar nə deməkdir? Anlamadım, baxın. İnsan biopsixososial bir varlıqdır. Şəxsiyyət biyoloji quruluş, ruhi qaynaqlar, sosial əlaqələrin qarşılığının nəticəsində yaranır. Fərdin duyğuları, düşüncələri, qavrayışları, davranışları kimi həyatda özünü göstərir. Yəni, bir insanın şəxsiyyətləri duyğusudur. Bir insanın şəxsiyyəti onun düşüncəsidir. Bu, adi dildə deyirəm. Bir insanın şəxsiyyəti onun qavrayışıdır. Bir insanın şəxsiyyəti onun davranışıdır. Yəni, bir insanı digər insanlardan fərqləndirən bir amildir. Amma necə amildir? Anlılıq deyil. Davamlılıq göstərən bir dənə xüsusiyyətdir. Müvəqqəti deyil. Müvəqqəti işlərə deməzlər ki, bu insanın şəxsiyyətidir. Yox, davamlıdır. Yəni, bir insanın düşüncəsi, bir insanın duyğusu, bir insanın qavrayışı, bir insanın davranışı həyatda özünü davamlı olaraq göstərirsə, buna deyərlər, bu bunun şəxsiyyətidir. Biri davamlı olaraq simicdirsə, deməli şəxsiyyətində simicliyi var. Biri davamlı olaraq küsəyəndirsə, bu onun şəxsiyyətindəki küsəyənlikdir. Xüsusi bir şəraitdə baş verməsi ilə deyil, davamlılıqdır. Baxın, bir insanın şəxsiyyətində fərdilik var, özünə xasdır bu xüsusiyyətlər. Özünə xasdır, başqalarından fərqlidir. Bir insanın duyğusu, istəkləri, ifadə eləmək yolları. Yəni, bir insanın şəxsiyyətinin formalaşmasıdır. Yəni, bir insanın zəkası var, düşüncə bacarıqları var, problemləri həll eləməyə bacarıqları var. Bu da onun şəxsiyyətinin formalaşmasında təsir qoyan bir amildir. Bir insanın əxlaqi dəyərləri var, inancları da var. Bu da onun şəxsiyyətinin formalaşmasında təsir qoyan amildir, bir parçasıdır. Davranış formaları var, davranış xüsusiyyətləri var. Bu da onun şəxsiyyətinin bir parçasıdır. Bunlar uzun müddət davam eləyirsə, deməli onun şəxsiyyətinə çevrilir. Bir insanın qavrayışları, onun zahirdə ortaya qoyulması, onu izhar etməyi, bəyan eləmək də şəxsiyyətinin parçasıdır. Özünü dərki, onun xüsusiyyətləri, düşüncələri, duyğuları, dəyər sistemləri, insanlarla sosial əlaqələrdə bir insanın şəxsiyyətinin parçasıdır. İndi şəxsiyyət haqqında dediyi nəzəriyyələr çoxdur, birini deyirik. İndi çatdırmarıq da heç qalar gələ bilərsə. Sigmund Freud'in nəzəriyyəsi. 3 mərtəbəli şəxsiyyət nəzəriyyəsi var. Sigmund Freud deyir ki, insanın şəxsiyyəti 3 mərtəbədən təşkil tapıb. İd, ego, superegodan. Yəni, o, mən, superməndən. Nə deməkdir?
İd nədir? O dediyimiz nədir? İd insanın şəxsiyyətinin mərtəbələrindədir. İnsanın ilkin şəxsiyyətidir, ilkin quruluşudur. Yəni həzz təməlli quruluşudur. İnsanın istəkləridir, arzularıdır. Yəni həzz prinsiplidir, aqressiya var içində. İçində maddi arzular var, fiziki tələbatlar var, ibtidai ehtiyaclar var. Onlara qapılma impulsudur. Yəni insan şəxsiyyətinin yeganə elementidir ki, bu id. Doğuşdan etibarən bizdə var. Bəziləri onu xaosla adlandırıblar. Bir nəyə bənzəyir? İnsan şəxsiyyətinin ehtiras dolu çəlləyinə bənzəyir. Yəni bildiyimiz nəfs, dində buna deyirlər nəfs. İnstinktdən qaynaqlanan enerji doludur. Mütəşəkkil deyil, prosedurdur, kollektivdir. Kollektiv məramı yoxdur. Həzz prinsipi arasında olan instinktlərdir. Bilirsiniz nədir? İşi gücü budur. Sadə dillə deyirəm. Məni təmin elə. İnsanın məni təmin elə nəfsidir. Yeni doğulmuş uşaqlarda bunlar repletion istəklərdir, ibtidai istəklərdir. Nə olursa olsun ver mənə. Nə olursa olsun bunu istəyirəm. Əlimi oda salacağım. Mənə verməlisən. Heç bir dəyərə bənd deyil. Heç bir dəyər tanımır. Nə yaxşılığı, nə pisliyi, nə mənəviyyatı, nə mühakiməni, heç nəyi qəbul eləmir. Onlarla işi yoxdur. İşi budur. Mən bunu istəyirəmsə mənim olmalıdır. Görürsünüz, bir dənə uşaq yapışar ki, bu mənimdir, bunu ver mənə. Ay bala, olmaz, əlin yanar. Ay bala, olmaz, bunun zərəri var, əlvi kəsər. Yaxud başqasının oyuncaqda deyir, mənim olmalıdır, mənimdir. Yaxud girər dükana ağlayar ki, bu mənim olmalıdır, bu iddir, bu nəfsdir. Bu yaranışdan bizdə olan insan şəxsiyyətinin birinci mərhələsidir. Məsələn, biz götürək ki, bir dənə insan gəlib başqasının malında, pulunda, dövlətində, namusunda, vəzifəsində yeri var, hərisdir. Elə bir şey istəyir ki, başqalarına zərər versə də, verməsə də, başqalarını incitsə də, incitməsə də, nə olursa olsun onu əldə eləsin. Hətta özünə belə zərər gəlsə gedib onu əldə eləmək istəyir. Bu artıq vicdanla işləmir. Bu hansısa bir dəyər qanunu ilə işləmir. Bunun ruhu, düşüncələri hamısı nə ilə işləyir? Nəfslə işləyir. Buna deyərlər uşaq beynində qalıb, sürüncən beynində qalıb, sürünən beyində qalıb, nəfsdə qalıb, iddə qalıb, nəfsin girdabındadır. Bu uşaq beyni budur. Yəni, uşaqlıqdan bizdə olan şəxsiyyətin birinci mərhələsidir. Bura qədər kiminsə sualı var? Yoxdur. Keçim ikinci mərhələyə. Uşaq beyni dedi ki, birinci mərhələmizdir. İkinci mərhələdə məsələn nədir? Mən ikini deməmişdən keçim üçə. İkini sonra deyim. Üçüncü mərhələ nədir? Üçüncü mərhələ super egodur. Yəni supermən. Bu nəyi təmsil edir? Bir dənə mədəniyyəti, milli mənəvi dəyərləri, əxlaqi, dini dəyərləri təmsil edir. Məsələn, deyirlər, ayıbdır bunu eləmə, bu işi görmə. Yaxud daxili vicdanımız olan, daxili peyğəmbərimiz olan vicdanı təmsil edir. Vicdan daxili peyğəmbərdir. Allah Quranda and içir. And olsun vicdana. Məsələn, biri oturub imtihanda yazır, deyir, mən neyim? Mən eləyə bilərəm başqasından da köçürəm. Mən eləyə bilərəm özümlə gətirdiyim konspektləri də götürəm. Amma onu vicdan qoymur. Biri gəlib başqasına böhtan ata bilər, gəlib rüşvət ala bilər. Amma eləmir. Niyə? Superego qoymur, vicdan qoymur. Allah bunu and içir Quranda. Deyir, and olsun vicdana. Dəyərlər toplusudur. Cəmiyyətin, sosial dəyərlər toplusu ola bilər, şəxsi fərdi dəyərlər toplusu ola bilər, dini dəyərlər toplusu ola bilər. Hər halda onu kontrol edən bir vicdan var, bir güc var. Mane olur pis işlərə.
Deyir, nəyi eləmək lazımdır cəmiyyətdə, nəyi eləmək lazım deyil. Nə ayıbdır, nə ayıb deyil. Nə gözəldir, nə gözəl deyil. Nəyi düşünmək olar, nəyi düşünmək olmaz. Görərsiniz bir insan zehninə pis şey də gələndə deyir, bunu düşünməyin, mənə yaraşmaz. Bu nə zaman yaranır dedik. Bu yaranır 3-6 yaşında. O birisi 0-6 yaşında, bu 3-6 yaşında yaranır. Yəni insana deyir ki, cəmiyyətdə təyin olunmuş normalara riayət elə, dini normalara riayət elə, əxlaqi normalara riayət elə, milli mənəvi dəyərlərə riayət elə. Bu bilirsiniz nəyin ziddidir? Bu bayaqki idin ziddidir. Yəni insanın arzularının ziddidir. Bu idlə ziddir, bu nəfslə ziddir, tam zidd. Amma bu bəzən problemdir. İfrat dərəcəli olanda problem yaranır. İnsanı ifrati şəkildə tərk-i dünyalığa, zahidliyə döndərir, məsələn, dində. İnsanı ifrat eləyir. Məsələn, gəlirsəm, mən özüm də psixoloqam, həm də gəlirsəm, e, psixoloji seans biri istəyir, desən, pul istəmirəm. Niyə pul istəmirsən? Tanımırsan, eləmirsən. Lazım deyil. Qarşı tərəf deyir, ehtiyacım var, desən, lazım deyil, yox. Bu ifratda lazım deyil, yox. Məsələn, deyirəm, 50 manatsa deyirsən, 20 manat verərsən. Bu normadır. Baxın, ifrat fədakarlıq gətirib, ifrat səxavət qoyur ortaya. Amma Quran-ı Kərim deyir, nə əlvi tam bağla belə, nə əlvi tam aç belə. Orada. Yəni, bu bəzən ifrat gətirir. Yaxşılıqda ifrat, sərhədsiz anlayış göstərmək. Adamdır bir dənə uşaq vəfat edib görür, bu bir ayda, 2 ayda, 3 ayda, 4 ayda hələ özünə gələ bilmir. Buna deyirlər ifrat empatiya, ifrat anlayış. Bu qəbul olunmur dində. Məsələn, Peyğəmbərimizə Allah Teala deyir ki, az qaldı, daha az qaldı, özünü öldürəsən ha. Ürəyin partlayıb öləcəksən ki, bunlar iman getirmirlər, nə xəbərdir? Həddi gözlə. Buna deyirlər, bu həddi gözləməyən, buna deyirlər supermen, super ego. Yəni həddi gözləməyəcək qədər yaxşılıq olmaq, yaxşı olmaq. İndi burada ikinci var. Biz biri dedik id, üçü dedik id, üçü dedik super ego, iki nədir? İkinci mərtəbə, şəxsiyyətin ikinci mərtəbəsi. O egodur. Ego. Ego